Firidun Cəlilov isə Urmi nəzəriyyəsində göstərir ki, türklərin ilk ata yurdu Urmi gölü ətrafında olmuşdu və onlar təxminən eramızdan əvvəl 5-ci 4-cü minillikdən Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsində ətrafa yayılmışdı və daha sonra 4-cü 2-ci minillikdə bu ərazilərə Proto-Hind-Avropalıların, Proto-Qafqaz dillilərin, Proto-Hami Samilərin əcdadının gəlməsi ilə onlar mərkəzə doğru sıxışmış və buradan 4-cü 2-ci minillikdə şərqə qərbə köçlər etmişdir. Lakin artıq qeyd etdiyim kimi tarixçilər nə iddia edir? Tarixçilər iddia edir ki, yox, türklər Xəzərin qərb tərəfində yaşamayıb, Xəzərin şərq tərəfi onların ilk ata yurdudur. Belə çıxır ki, 1071-ci ildə 40.000 çadır ilə günümüz Türkiyə, Azərbaycan, İran ərazisinə gələn türklər Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsində bir çox etnik qrupu türkləşdiribdir. Məntiqlə düşünün, 40.000 çadır böyük bir coğrafiyada onlarla bəylik qurmalıdır və daha sonra bu ərazidəki əhalini türkləşdirməlidir. Bu mümkündürmü? Demək, onlar iddia edir ki, türklər Manqaloid irqinə aid bir irqdir. Demək, 40.000 Manqaloid irqinə aid olan çadır bu əraziyə gəlir. Bu ərazidəki insanları assimiliyasiya edərək türk dilində danışmağa məcbur edir və bu Manqaloid izləri də itərək hamısı Avropoid irqinə çevrilir. İndi bu nə qədər məntiqlidir düşünmək lazımdır. Gələk Firidun Cəlilovun Urmi nəzəriyyəsinə. Demək, qeyd edir ki, türklər Urmi mərkəzində Xəzər dəniz, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsində yaşayan bir topluluq olub. 5-ci 4-cü minillik ətrafında onlar Urmi, Göycə gölü ətrafa yayılıb. Lakin 4-cü minillikdə Qara dənizin demək şimal qərbində yaşayan Hind-Avropalıların bir hissəsi günümüz İstanbul boğazını keçərək Anadoluya gəlir və onlar burada türkləri sıxışdırmağa başlayır. Və eyni ilə Proto-Qafqaz dillilərin bir hissəsi Huri olaraq Anadolu ərazisinə gəlmişdi. Daha sonra isə Urartu adı altında Anadoluya enmişdi. Və eyni ilə cənubdan Proto-Hami Samilərin əcdadları Şumer ərazisinə gəlmiş, Şumerlərin çağdaşı olub, bu ərazidə yaşamışdı. Daha sonra isə həmin Hami Samilər Şumerləri istila edərək Akkad dövlətini qurmuşdu. Akkad dövlətini isə daha sonra Assur və Babil dövlətləri əvəzləmişdi.